Təbrik edirik səni. Millinin heyətində ilk qolunu vurdun və eyni zamanda millimiz tarixin ən böyük hesablı qələbəsini qazandı. Həm öz çıxışını, həm də komandanın çıxışını dəyərləndirərdi. Əvvəla bura dəvətə görə baş məşqçimiz Ayxan Abbasova təşəkkürlər. Yəni hər kəs milli komandanın nə qədər ağır olduğunu, yəni burada tək fərdi deyil, həm də ölkəmizi təmsil etdiyimizi bilirik. Əlbəttə ki, mənim üçün xoş oldu qol vurmağım. Ən əsası da qələbə qazanmağımız. Yəni həqiqətən də bu ilin birinci oyunu idi. Yəni ilə belə başlamaq çox yaxşı oldu. Ayxan müəllimi qeyd etdin. Ayxan Abbasovun rəhbərliyi altında milli komanda ilk qələbəsini qazanırdı. Futbolçular olaraq buna xüsusi olaraq hazırlaşmışdınızmı? Belə deyim, Ayxan Abbasovla əvvəl Zirə klubunda da çalışmışam. Ona görə də yəni nə istədiyini çox rahat şəkildə bizə izah eləyə bilir. Yəni həqiqətən oyunlara ilk oyunum idi milli komandada Ayxan Abbasovun rəhbərliyi altında. Yəni daha fərqli köklənirik. Yəni daha istəkli idik. İnşallah növbəti oyunda da eyni əsas qələbəni istəyirik. Səhv etmirəmsə, paltar dəyişmə otağında artıq məşqçilər heyəti ilə bir söhbətiniz oldu, yoxsa yox? Hələ ki olmayıb. O zaman növbəti oyunu dəyərləndirsən yaxşı olardı. Növbəti oyunlarda necə deyim, həqiqətən də fərq eləmir rəqibin, amma qələbə üçün oynayacağıq. Ən əsas da bu bizim üçün bir sınaqdır, futbolçular üçün. Əlimizdən gələn ən yaxşısını eləyib, sonra gedib öz klubumuzda mütəmadi oynayaraq, baş məşqçinin dəvətini gözləyəcəyik. Dəvət olunarsaq, gəlib yenə də əlimizdən gələni edəcəyik. Dəvət olunmazsaq da heç bir problem yoxdur. Növbəti oyunlar üçün yenə də özümüzü yaxşı formada hazırlayacağıq. Fürsət varkən elə komandadakı çıxışın barədə də məlumat almaq istəyərdim. Orada vəziyyət necədir? Komanda daxilində vəziyyət necədir? Məşqçinin yanaşması necədir? Bax, bu fikirlərim maraqlıdır. Həqiqətən də Albaniya mənim üçün doğrudan da həqiqətən uğurlu olur. İlk klubum Eqnatiya, ikinci klubum Partizan. Bəlkə də hər kəs məni Eqnatiyadan gedəndən sonra biraz niyə getdi falan filan, amma doğrudan da məndən asılı olmayan səbəblər də var idi. İndiki klubum Partizan mənə görə Albaniyanın ən böyük klubudur. Çıxışım da belə deyərdim, istər statistik olaraq, istərsə də bütün oyunları heyət oynamışam. Müqaviləm bitir, danışıqlarımız var, təkliflər var, amma sadəcə indiki məqamda milli komandaya köklənmək istəyirəm, amma Albaniyaya qayıtdığım təqdirdə müqavilə deyil, əsasən Avroliqaya hədəfimiz odur. Ora çatandan sonra da niyə də müqaviləni uzatmayaq? Çox təşəkkür. Növbəti oyunlarda həm sənə, həm də komandaya uğurlar. Sağ ol.